övladlarını kiçikkən ədəbləndir ki, onlar böyündüyü zaman sənin göz bəbəklərin olsun, gözlərini nurlandırsın. Və həmçinin deyilir ki, ədəb gənclərə öz zamanında fayda verər. Gənc vaxtında sən onu ədəbləndirmisənsə, o ədəb onlara fayda verəcək. Çünki yaşlı adama ədəb fayda verməz. Əksər halda belədir. Yəni gəncliyində ədəb doğru düzgün ədəb verilmədisə, böyüdüyü zaman da onlara ədəbləndirmək çox çətin olur, bəzən də olmur. Deyirlər ki, budaq yaş olduğu vaxt onları düzəltmək, doğruya tərəf yönəltmək olduqca asandır. Hansı tərəfə yönəlsən, o tərəfə yönəlib uzana gedəcək, inkişaf edəcək. Əgər o quruyarsa, onu düzəltmək mümkün olmayacaq. Əgər çalışsan ki, düzəldəsən, qurumuş budağın nəyini düzəldəcəksən, sındıracaqsan. Bu da onu göstərir ki, yəni tərbiyə vaxtında verilməzsə, onun pis aqibəti ilə valideynlər qarşılaşa bilər və doğru düzgün tərbiyə verilməzsə. Həmçinin sələflərdən birisidir ki, övladına qarşı yaxşılıq et, ona qarşı ehsan elə. Çünki ehsan, yaxşılıq ediləcək kimsələr içərisində daha çox layiq olan sənin övladındır. Şübhəsiz ki, övladın valideynin haqqına girdiyi kimi, bəzi məsələlər var ki, valideyn də övladın haqqını tapdalamış olur. Onlar hansılardır? Misal üçün deyir ki, əgər valideyn, ata və yaxud da ana övladına doğru düzgün tərbiyəni verməzsə, onu istəklər, şəhvətlər, ekranlar qarşısında və yaxud da mal, mülk və zövqlər, ləzzətlər qarşısında buraxarsa, onun qapılarını, o ləzzətlərin qapısını açarsa, məgər bu valideyn övladın haqqını tapdalamış sayılmırmı?